Deməli, sual verən soruşur ki, bu mal çoxalması barəsində danışdıq, fitnələrin olması və qardaş deyir ki, bu hadisə artıq olub, keçib, yoxsa yenə də ola bilər? Yox, malın olması, çoxalması olub bir hissəsi dedik, vurğuladıq biz onu. Ki, alimlər ixtilaf edir. Bu hadisə olub yoxsa yox? Bu hadisə olub. Kisranın, Bəhreynin xəzinələrinin müsəlmanların əlinə keçməsi, Rum imperatorluğunun xəzinələrinin əlinə keçməsi, bunlar hamısı göstərir ki, müsəlmanlara artıq Peyğəmbər s.ə.v-in zikr etdiyi əlamətlərdən, kiçik əlamətlərdən bəziləri artıq baş verib və qiyamətə yaxın da baş verəcək. Yəni, bu olması o demək deyil ki, yenidən olmayacaq. Yox, olacaq. Qiyamətə yaxın da İmam Mehdinin zamanında, həmçinin İsa Peyğəmbərin zamanında xeyir-bərəkət çoxalacaq və müsəlmanlar yenə varlı olacaq və nimət çox olacaq. Böyük əlamətlərdən zikr etdik ki, meyvələr o qədər böyük olacaq ki, bir nar bir qəbiləyə bəs eləyəcək və bir dəvə bir qəbiləni doyuzduracaq. Yəni, bu qiyamətə yaxın da olacaq və bəzi əlamətin bəzi hissəsi yəni olub keçib edər. Bəli. Və heç də yəni təəccüblü deyil. Yəni baxsaz müsəlman dövlətlərinə görərsiniz, müsəlman dövlətlərinin əksər sərvətlər müsəlman dövlətlərindədir.